Hə, köhnələr. Əsl bizim köhnələr ha. Naşinskilər, köhnələr. Yadınızdadır bura. Baxın, bax burada Kubinka. Vaxtı ikən çox məşhur olan Quba meydanı. Var idi Kubinka, var idi Şamaxinka. Kubinka ne üçün Kubinka idi? Şamaxinka ne üçün Şamaxinka idi? O vaxtlar Bakı bir paytaxt idi, hələ indiki kimi. Bir mərkəz idi, hələ indiki kimi. Əhalisi də hamısından çox idi. Yəni, sözsüz ki, çoxlu əhali olan yerdə, çoxlu qida məhsullarına, gündəlik tələbat olan məhsullarına tələbat böyükdür. Bakının kəndləri, ətrafında olan kəndlər həmən o tələbatı 100%, yəni təmin edə bilmirdilər. Ona görə Bakıya ən yaxın olan, belə deyək də, rayon mərkəzləri, biri Şamaxı, biri Quba, demək olar ki, Bakının əsas qida məhsulları ilə təminatını götürmüşdü öz üzərinə. Yəni o vaxtlar, bax bu Kubinka, Kömürçü bazar, əsas bazar yerləşirdi, biri Susarda, aşağı tərəfdə, indiki olan Füzuli meydanında. Bu hissələri isə, bax biz buranı Kubinka tanıdığımız ərazi, buranın logistik mərkəzləri idi də. Yəni ərəbələr, nə bilim, atlar gələrdilər bura, ambarlar. Burada əməlli başlı, yəni logistika gedirdi. Yığışardılar, satış amma aşağıda olardı. Həmçində hələ bu tipli, buna oxşar bir yer Şamaxinkada idi. Başa düşdünüz? Oraya isə məhsullar gəlirdi Şamaxı tərəfdən. Yəni ona görə ora Şamaxinka adlanıb, bura isə Kubinka. İndi burada demək olar ki, bir şey qalmayıb, yavaş-yavaş sökülür. Baxın, bax, sonuncu dəfə görürsünüz, bax, indiki bu evlərdir. Ne bilim, bax, arxa planda bax olan bu evlərdir. Mənim şəxsən Kubinka necə yadımda qalıb. Bilirəm ki, uşaq idim. Həmən bu Kubinkada can dərmanı, ürəyimiz nə istəyirdi, burada almaq olar idi. Burada bir dayday var idi, məsələn, Sovet vaxtı kilosu 7 manat yarıma qoyun əti satırdı, adı yadımdan çıxıb. Burada mənim yadımdadır, maşınla, hələ atam gələrdi, burada keçərdi buradan, qabağına çıxardılar, blok var, belə sigaretlərlə, Marlboro sigaretlər satardılar. Burada mənim yadımdadır, gələrdilər, belə əllərində, kağız paketlərdə dağlı çörəyi satardılar. Çörəyi də çörək deyirəm sizə, super bir çörək. Sonra mənim yadımdadır, o vaxtı qız köçürdəndə, oğlan evləndirəndə gələrdilər burada Kubinkada olan alverçilərdən. Super bir dənə, belə ləzzətli o vaxtı qənfetlər alardılar. Belə karamellər var idi, içində cürəbəcürləri. Ne bileyim, ayı şəkili var idi birinin abiyortkasının üstündə, yəni kağızının, cığ-cığ kağızında, birində ne bileyim ne şəkili. Yəni budur. Kubinka, Staraya, Bakinka. Qəlbdən qəlbə Quba meydanı.